Mayın 26-sında Ağstafa rayon Heydər Əliyev mərkəzində 28 may müstəqillik günü ilə bağlı 28 may Azərbaycan Respublikasının müstəqillik günü dövlətçilik tariximizin şanlı səhifəsi adlı dəyirmi masa keçirilib. Tədbirdə Ağstafa rayon Heydər Əliyev mərkəzinin əməkdaşları və Ağstafa şəhər 2 saylı tam orta məktəbi müəllim və şagird kollektivi iştirak ediblər. Azərbaycanın müasir dövlətçilik tarixində əlamətdar yer tutan 28 may müstəqillik günü münasibəti ilə təşkil edilən tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə açıq elan olunub. Tədbirdə çıxış edən Heydər Əliyev mərkəzinin direktoru Ləman Cəlilova və mərkəzin elmi işçisi Səbinə İskəndərli Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, dövlətçilik ənənələrimiz və bu tarixi hadisələrin xalqımız üçün əhəmiyyəti barədə geniş məlumat veriblər. Qeyd olunub ki, 1918-ci ilin 28 may tarixində Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti elan olaraq xalqımızın müstəqillik arzusunu reallığa çevirmişdir. Tədbir məktəblilərin fəal iştirakı ilə davam etdirilib. Şagirdlər vətənə, müstəqilliyə və dövlətçilik tariximizə həsr olunmuş şeirlər və kompozisiyalarla çıxış ediblər. Onların vətənpərvərlik ruhunda hazırladıkları nömrələr tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışla qarşılanıb. Sonda vurğulanıb ki, belə tədbirlərin keçirilməsi gənc nəslin vətənpərvərlik tərbiyəsində, milli kimliyin formalaşmasında mühüm rol oynayır. Dostluq münasibəti quracaq. Bütün məzhəb, sinif, cins fərqi qoymadan bütün vətəndaşların hüququ təmin ediləcək, siyasi hüququ təmin ediləcəkdir. Milli Şura 10 gün Tiflisdə işlədikdən sonra Gəncəyə köçürüldü. Yalnız 1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusu tərəfindən Bakı Daşnak Rus qüvvələrindən təmizləndikdən sonra paytaxt ora köçürüldü. Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər əldə etmişdir. İlk dəfə qadınlara seçim hüququ verilmiş və qadın-kişi bərabərliyi təmin edilmişdir. Dövləti təmin etmək, iqtisadi islahat və sairə Azərbaycan Cümhuriyyəti təmin etmişdir. Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olmuşdur. Həmin tarixi hadisə 4 iyun 1918-ci ildə baş vermişdir. 1918-ci il 9 noyabr tarixində Azərbaycan Demokratik Respublikasının 3 rəngli bayrağı qəbul edilmişdir. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdə idi. Cümhuriyyətin varisi elan edib, ölkənin müstəqilliyini yenidən bərpa etdi. 1990-cı ildən Respublika günü dövlət müstəqilliyinin bərpa edilməsi günü dövlət bayramı kimi qeyd edilmişdir. 15 oktyabr 2021-ci il tarixindən bu gün müstəqillik günü adlandırma başlandı. Yoxdur təmin Azərbaycan, bugün sərbəst bir ölkəsən. Qonşulardan sən öndəsən, uğruna böyük əhsən. Saf döşənin Azərbaycan, Dünyaya səs salıb adın. Şərəf ilə sən ucadasan. Dirəyindir hər övladın. Ucal mətin Azərbaycan, neftin qazındır məlhəmdir. düşmənlər min ələmdir. Dostuna çox kərəmdir, sədaqətin Azərbaycan. Günü gündən ucalırsan, ucalda öz alırsan. Solmaz demir, qocalırsan, yeni, dərin Azərbaycan. Uzun bağlarını hörmətlə anaraq və hər iki tərəfi birləşdirən milli böyük həsrəti şairin deyişiyle dilə gətirilir. Sən bizimsən, durduqca bədəndə can. Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan. 1918-ci il mayın 28-də Tiflisdə Müsəlman şərqində ilk demokratik respublika Azərbaycan Xalq Cümhuriyyəti elan etdi. Dövlət dili Azərbaycan dili elan edildi. Milli ordu yaradıldı. İlk universitet Bakı Dövlət Universiteti təsis olunduqda qadınlara seçki hüququ verildi. Bu xalqımızın demokratik və hüquqi dövlət qurmaq əzmini sübut etdi. Təəssüflər olsun ki, Cümhuriyyət uzunömürlü olmadı, lakin onun ideyaları xalqımızın yaddaşından heç vaxt silinmədi. Qayıdışından sonra 93-cü ildə bilirsiniz ki, o zaman ölkədə çox çətin, xaos vəziyyətində idi. Ölkə parçalanmaq təhlükəsi ilə üzdə qalmışdı və belə bir vəziyyətdə xalq bilirdi ki, onu düşdüyü bu bəladan, bu çətin vəziyyətdən ancaq Heydər Əliyev duası
xilas edə bilər. Ona görə biz qeyd edirik ki, müstəqilliyi əldə etmək nə qədər çətin olsa da, onu qoruyub saxlamaq ondan da çətindir. Heydər Əliyev hakimiyyətə gələndən sonra ölkədə bütün sahələrdə islahatlar həyata keçirildi, inkişaf baş verdi, ölkə müstəqillik yoluna qədəm qoydu, inkişaf yoluna qədəm qoydu. Bugün də Heydər Əliyev ideyaları yaşayır. Ulu öndər Heydər Əliyevin xarici və daxili siyasətini, ideyalarını Cənab Prezident İlham Əliyev uğurla davam etdirir. Bugün artıq ölkəmiz Vətən müharibəsində qələbə əldə etmiş, işğaldan azad olunub, suveren Azərbaycanda ölkədə yaşayırıq və bununla da hər bir Azərbaycan vətəndaşı biz fəxr edirik. Qürur hissləri keçiririk ki, artıq bugünkü siz gənclər də müstəqil, suveren ölkədə yaşayırsınız. Bugün artıq işğaldan azad olunan torpaqlarımızda, Şuşada, Laçında, Xankəndində bayrağımız dalğalanır və biz bununla fəxr edirik. Mən sizə gələcək həyatınızda uğurlar arzu edirəm, dərslərinizdə müvəffəqiyyət arzu edirəm. Hər zaman dərslərinizi yaxşı oxuyun və gələcəkdə ölkəmiz üçün hər biriniz öz üzərinizə düşən işi, vəzifəni layiqincə həyata keçirin. Uğurlar arzu edirəm hər birinizə. Yolunu sizə